İsrailə məxsus qırıcı təyyarələr mayın 2-sinə keçən gecə Dəməşq və Həmə ətrafında 8 hədəfə hava zərbələri endirib. Yenavaz.com sözcüyə istinadla xəbər verir ki, yerli mənbələr həmin vaxt Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarına məxsus bazalarında İsrailin hədəfləri arasında olduğunu bildirib. İddia olunur ki, Türkiyə ordusuna məxsus F-16'larda İsrail əməliyyat keçirərkən Suriyanın şimalına keçib. Stat: yerli mənbələrin məlumatına görə Türkiyə qırıcıları İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. F-16'lar vasitəsilə İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərildiyi və pilotlar arasında qısa müddətli radio əlaqəsinin qurulduğu iddia edilir. Hər iki tərəf münaqişədən yayınıb. Statın sonu. Qeyd edək ki, Türkiyə ordusu daha əvvəl İsrail tərəfindən hədəf alınan T-4 və Həmədəki hava qüvvələrinə məxsus bazalarda fəaliyyət göstərir. Sözcü yazır ki, İsrail Türkiyənin Suriya hava məkanında olmasını riskli hesab edir. Stat: iddialara görə daha sonra İsrail bölgəyə qırıcılardan ibarət ikinci heyəti göndərib. Eyni gündə ümumilikdə 14 döyüş təyyarəsi Suriyanın bölgədəki hava məkanında patrul həyata keçirib. İddialara görə İsrail ordusunun baş qərargahı ABŞ-dakı Tramp administrasiyasına bildirib ki, növbəti belə hal olarsa Türkiyəyə məxsus qırıcılar hədəf alınacaq. Ankara rəsmi açıqlama verməyib. Statın sonu.